Demək bu aparıcı verilişinə bir şairə dəvət edib və şairə də yazdığı şeirlərdən səsləndirir, amma bu şeirlər aparıcını qane etmir. Aparıcı deyir ki, bu nə şeirlərdir? Nə deyirsən biz başa düşürük. Yəni daha dərin məzmunlu yazmırsan. Misal üçün, can vermə, qəmi eşqə ki, eşq afəti candır. Eşq afəti can olduğu məşhuri cahandır. Füzulinin qəzəlidir. Yəni bu cür dərin məzmunlu qəzəllər yazmaq üçün Füzuli olmaq lazımdır ki, müasir Azərbaycan ədəbiyyatının Füzulisi yoxdur. Günümüzün şairlərinin hamısı demək olar ki, aşağı-yuxarı eyni gücdə yazırlar. Harda elə dərin fəlsəfi məzmunlu şeirlər? Günümüzdə belə şeirlər yazılır? Yox. Yəni o verilişə çıxıb dərin fəlsəfi məzmunlu şeir demək üçün gərək Füzuli olasan. Hətta günümüzdə Füzuli yaşamış olsaydı belə, o verilişdə Füzulinin nə işi var? Təsəvvür edin, Məhəmməd Füzuli gedib bu aparıcının verilişinə və aparıcı da buna düşük-düşük suallarını verir. Məsələn, Məhəmməd Füzulidən soruşur ki, Nazilə Səfərlinin oğlunun toyuna neçə manat nəmər salıbsan? Ay Füzuli, qolundakı saatın qiyməti neçədir? Füzulini belə bir söhbətin içində bir təsəvvür edə bilirsinizmi? Füzuli bir Nazilə Səfərliyə baxar, bir də bu aparıcıya. Sonra da üzünü səmaya tutub deyər, ya Rəbbim, məni ikinci dəfə bir daha yarat. Amma bu dəfə ən azı Elza Seyid Cahan kimi yarat ki, mən bu insanlardan, bu aparıcılardan baş aça bilim. Yaxşı ki, günümüzə qədər yaşamayıbsan ay Füzuli.